Allahu Teala Resulünü düşmanlarına karşı atlattı. Yani İsraillere karşı. Allah İsraillere lahnet eylesin. Şeytana da, azgın şeytanlara da. Şimdi bu insanın etrafından defolun azgın şeytanlar, kafir cinler ve iblis, şeytan. Ondan uzak durun. Bismillahirrahmanirrahim. İnşallah amin. Her şeye kadir olan, gücü yeten, kudreti sonsuz olan, koruyan Allahu Teala, ya el kadir Allah'ın bir ol kelimesiyle amin. İnşallah. Ya Sübhanallah de, ey Allah'ın mübarek kulu ve sabret. Allah'a El-Kadir ismiyle her şeye kadir olan, gücü yeten, kudreti sonsuz olan, koruyan Ya El-Kadir ismiyle dua et. Seni korumasını söyle. Allah seni korusun. Amin. Ve günahlarından daima tövbe eyle. Ve Rahman ve Rahim olan Allahu Teala'ya sığın. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Eyuzu. Devamlı böyle söyle. Allah'ın seni şeytandan, azgın şeytanlardan, kafir cinlerden koruması için ve Falak ve Nas suresi oku. Kur'an'da. Ben Hazreti Muhammed'im. Ehzab suresi. Rahman ve Rahim Allah'ın adıyla. Ey peygamber, kork Allah'tan. Üz gösterme kafirlere, münafiklere. Şüphesiz her şeyi bilendir, müdriktir Allah. Tabe ol Rabbinden sana gelen vəhiylere. Gördüğünüz işlerden haberi var Allah'ın. Güven Allah'a. Allah'ın vekilliği her şeye yeterlidir. Allah heç bir kişinin sinesinde iki ürək yaratmamış. Sen mənə anamın küreği kimsən deyə xitab ettiğiniz zövcənizi size ana eləməmiş. Oğulluğa götürdüğünüz kimsəni size oğul eləməmiş. Bunlar mənasız sözlerdir. Çıxar sizin ağzınızdan. Hak sözü Allah deyər. Adamları hak yoluna o yönəldər. Öz atasının adıyla çağırın oğulluğa götürdüğünüz kimsəni. Bu daha ədalətli bilinər Allah'ın dərgahında. Atasının kimliğini bilməsəniz, onda onu din kardeşiniz değil, din kardeşiniz ve qohumunuz kimi qəbul eləyin. Bilmədən səhv eləmək günah değil, bilərəkdən səhv eləmək günahdır. Günahlardan keçəndir, rəhimdir Allah. Möminlərə özlərindən daha çox peyğəmbər yaxın olar. Onların analarıdır peyğəmbərin zövcələri. Allah'ın yazısına göre qohumlar bir-birinə möminlərdən, mühacirlərdən daha yaxındır vərəsəlik baxımından. Sərvətinizdən dostlara da vəsiyyətlə miras qoya bilərsiniz. Bunların hamısı kitabda yazılmış. Peyğəmbərlərlə əhid bağlamışdır. Səndən, Nuhdan, İbrahimdən, Musadan, Məryəm oğlu İsa'dan çox ciddi bir əhd almışdıq ki,
doğru sözlü, düz əməlli kimsələrlə doğruluğu, düzgünlüyü barədə sorğu-sual etsin Allah və ağrılı bir əzab hazırlasın kafirlərə. Ey iman gətirənlər, anın Allahın sizə olan nemətini. Əskərlər gəlmişdilər üstünüzə Mədinədə. Mədinədə baş vermiş Xəndək döyüşü adlanan hadisə nəzərdə tutulur. Küləyi göndərmişdik. Sizin görmədiyiniz əskərləri göndərmişdik üstlərinə. Nə iş görürdünüzsə görürdü Allah. Almışdılar üstünüzü yuxarıdan, aşağıdan. Bulanmışdı gözləriniz qorxudan. Ürəyiniz gəlmişdi ağzınıza. Allahın barəsində nələr düşünmürdünüz? Bəlkə çəkilmişdi şiddətli bir sarsıntıya uğramışdı möminlər. Allahın və Rəsulunun bizə verdiyi vəd batil imiş deyirdi münafiqlər. Ürəyi azarlılar. Ey Yəsrib əhli, daha burada qalmağa sizin bir yeriniz yox. Qayıdın demişdi onlardan bəziləri. Bəziləri də evimiz açıq qalmış düşmən üzünə deyərək Peyğəmbərdən rüsxət istəyirdilər. Çəkilələr arxaya. Açıq değildi evləri. Savaş meydanından qaçmaq istəyirdilər. Gələnlər Mədinənin ətrafından gəlsəydilər və münafiqləri üsyana, küfrə səsləsəydilər, çox keçməzdi, qoşulardı münafiqlər onlara. Biraz öncə isə Allaha and vermişdilər. Geriyə döndü yoxdur. Sorğuya çəkilərlər Allahın dərgahında verdikləri anda görə. De ki, ölümdən, qətildən qaçırsınızsa bilin. Qaçmağınız sizə fayda verməyəcək. Qaçsanız da az bir müddət qalarsınız dünyada. De ki, bir pislik ya yaxşılıq yetirmək istəsə sizə Rəbbiniz, kimdir alan qarşısını Allahın iradəsinin? Allahdan başqa da nə bir dost tapılar, nə bir yardımcı sizə. O kəslər ki, cihada getməkdən sizi yayındırırlar və dindaşlarına bizimlə olun deyirlər, onları tanıyır Allah. Yalnız az qoşular cihada onlar. Sizə yardım göstərəndə xəsislik eləyərlər. Elə ki, ürəyini qorxu sardı onların, baxa-baxa qalarlar sənin üzünə. Ölümdən bayılacaq kimsələr təkin, gözləri oynayar hədəqəsindən. Elə ki, aradan qalxdı qorxu, qənimət iddiasında olub, öz iti dilləri ilə sizi incidərlər. Onların işlərini batil eləmiş Allah.
Allahın əlində bu çox asan bir işdir. Qorxu içində elə bilərlər, hələ çıxıb getməmiş düşmən dəstələr. Bu dəstələr əgər bir də qayıtsalar, üstlərinə düşünərlər. Bədəvilərin yanında kaş olarlar və başınıza gələnləri də bədəvilərdən öyrənələr. Aranızda olsalar da az savaşar onlar. Allahın Rəsulu ən gözəl nümunədir sizin üçün. Allaha və axirət gününə qovuşmağı diləyənlər üçün Allahı çox ananlar üçün düşmən dəstələrini möminlər görən zaman bu Allahın və Rəsulunun bizə vəd elədiyidir. Allah və Rəsulu doğru söyləmişlər bizə deyərlər. Bu daha da artırar imanlarını, ona itaətlərini. Möminlərin içində kişilər var. Allaha verdikləri əhdlərinin üstündə durmuş onlar. Kimisi bu yolda canını vermiş, kimisi də hələ gözləməkdədir.